Herkese salam. Hanımın dünəndən məni öldürüb ki, məni bir mağaza var şəhərdə. Gedək ora filan şey alım, gedək ora bəhmən şey alım. O mağazada da qızlar gedirəm. Gedib bunları alsaydıq, bəlkə də bir verəsiydik, bir nə bilim 40 manata yaxın. Ona görə mən də dedim ki, gəl sənə aparım bazara, bazardan nə istəyirsənsə al. Deməli qızlar, bunları Məryəm sağ olsun bizim kargomuzdan götürdü 2 dəqiqə o bir sevdən. Qızlar nədir? Bu sırf qızlar çiməndə bir skrapdır. Skrapda hologramı da üzərindədir qızlar. Belə bir bədən spreydir. Bunlar bizə təzə gəlibdi. Şirniyyat topuludur. Bir də belə vanna topudur. Bunların hamısı təzə gəlibdi. Bir də dodaq nəmləndirici. Bunları bizdən götürüb heç. Amma bu oyuncaqların hamısını bunu da bizdən götürdüm. Bu oyuncaqların hamısını qızım bazardan aldı. Kızlar geldik çatdıq ərik temasının yanına. Balaca dilba. Bana baxın. Bana baxın. Çox balacadır qızlar. Göyə gəlsin. Mən özümə yıxıram ha. Çox balacadır qızlar. Çox balacadır. Elə balacalığına. Yox var deyə bu dağın üstündə var, burada var. Yığıb. Məsələn, bunu qır Məryəmə pərişdi bunu. Hadi orada var. Dibdə var. Allah ne kadar İşte ne Çok çıqqılıdır, çox. Dəyməyib, elə də acıdır dadı. Bir dənə dadına baxın. Çox balaca. Deməli qızlar, əriklər daha doğrusu yetişməyib, çox balacadır. Deməli əsl əriklərin hələ tam yetişməyib də bu satılan yəqin parnikdə falan yetişənlərdir böyük ehtimal ki. Heç nə ərik adı ilə gəldik. Neyse, simiçkazada alıb çıxıb gedəcək ki. Gedirik burada Kərimin daimi bir məkanı var ora. Kərim bəy gedir məkana. O boyda maşını bizə aldırıb gəlir burada, amma hər dəfə pulla burada sürülən motosikl var, onu sürür. Əcrəmidə burada park var, burada gedir, motosikl sürür. Buradakı babası ilə uca kanka olubdur, o qədər sürür, gəlir, sürür ki. Ümini motosikl. Yəni qızlar, aldığımız o maşını sürmür bu oğlan, cavan oğlan. Gəlir parkda 2 manat verib bunu sürür. Kerim Abbasov, Yakup oğlu. Ha. Niye qaydaları pozursunuz kardeş? Kafayları bozdum da. Pozmadı. Ha. Oldu onda kardeş. Bağışlayayım, ben səhv görmüşəm. Bas gaza. Ehtiyatlı ol. Yaxşı yok. Ölü be onu böyle oynayanda. Mindindən motosikla bir bunların hamısını yoxlayıb sonra gedəcək. Aferin. Aferin sənə. Məryəm xanım. Məryəm xanım, ərik tapdın. Çok Tatlıydı, həvəs tatlıydı. Mama qurban, daha gördün ki tapmadın, tapdığına şükür edirsən. Nasıl bir şey bilmiyorum. Məryəm xanım da burada yellənir içsən. Uşaqlar biraz oynasın, biz asfalt gedir, hava biraz sərinlər. Kərim əslisdə yatsaydı, burada bir mağaza var, girib ora baxardı, müsətin yatar. Burada yatan sifət yox. Əl ilə Kərim. Dünyadan vecinə də deyil. Bizim indiriflər karselə. Pərvin xanım, Kərimin yanında. Kərim, əl ilə. Bizi də çəkəcəm mənə bala. Biz də Məryəm xanımı Kərim bəyin hesabına balaca bəb olmuşuz. Minmişik karselə. Karselə bunlar tək qoymuram otursunlar qızlar. Tək icazə vermirəm. Çünki karselərdə çox atacaq. Açmışım, ben aldı yoksa karnıma aldı. Çox yiyirsən, nudulu Məryəm. Rosmana girərik, Rosmana. Görək orada keyfiyyətisi varsa alarıq. Yaxşı. Heç nə qızlar, karselə də düşək görək, nə yeyirik. Əl eləyim Pərimin xanım kameraya. Ana. Ağacın üstündə ərik tapladıq, amma evə qaydanda yoldan ərik tapdıq. Bu kırmızı. Niyyətin haram. Kırmızı da kız var. Bax, o söz düz sözdür. Niyyətimiz düzgün olsa, təmiz olsa Allah istədiyi bir şey sizin qabağınıza çıxardacaq. Axır və əvvəl. Biz evdən niyyətimizdə ərik deyib tutub çıxmışdı, amma getdi ağacın üstündə ərik olmadı. Düzdür, amma yolda qarşımıza çıxaldıq. Özü çox qəşəng ucuz qiymət aldıq. Ona görə niyyətimiz düz olsa Allah istədiyimiz hər şeyi sizə nəsib eləyər. Güzel sağlam. Kızım salam
salamlaşmanı salamlaşmışıq. Deməli qızlar, bayaq Pərvin keks pişirmiş daxı. Yəni bu qız deyir ki, israrla verdiyimiz o kilolar ki var, onu biz geri almış yeyə bilmirəm kofenin içəndə. Prosta gecədir. Nə bilim adam çöldən gəlir, ac gəlir. Çöldən yox, pilin yaşlı amma bu saat 11-dir. Niyə sən bu saatda ıslaq kek pişirirsən? Qızlar, dediniz deyək ki, tarifləri çəkin. Ona görə kameranı quraşdırdıq bura ki, burada mən yoxum. Bu dəfə tarif Pərvin və Məryəm xanımdan gəlir. Masterchef Pərvin Abbasova, Masterchef Məryəm Abbasova. Gedək görək bunlar ortalığa nə iş çıxardacaq. Başlayın. İslak kekimize 4 tane yumurta yedir. Bəli, Pərvin xanım başqa. Bir dənə su için gəlirəm. Siz orada keksi bizi pişirin mi su için? Burada. Yumurtamızı elədik. 4 yumurta. Ve çalışın magazin yumurtası olsun. Magazin yumurtası olmayanda keksin rengi sarı olur ve tadı da yaxşı olur. Yumurtanın içi çok olur. Genç yumurtası yaxşıdır, vitaminlidir. Evet, Amma yeməyə. sadəcə vitamini yemək yaxşıdır da. Evet. Böyle yeməklərə filan vurmağın tərəfdarı deyiləm. Çünki genç yumurtasının özünə məxsus qoxusu. Şimdi kızlar pesokumuzu tak. Yani 1 stakan. Pesok. Ne tutun ama? 1 stakan dolu. Pesokumuz. Böyle. Şimdi dökülüyor. Ay sağ ol. Şimdi bunu hemen bir 8 dakika karıştıracağım. Tam ah köpüğü olana kadar. İnşallah kazanacağız. İnşallah. Tam böyle al. Bir kavramına gelmeli burada. Ve ellerine hem yumurtanızdan mı gelmiyor? Hem de çok güzel kabarır. Ne şişir de yani. Onu da istiyorum. Ne geliyor bizim ya baba? Yine güzel 1 stakan. Yağımız. Duru yağ. Ya bizde bu yağ. Fark yok değil. Bizde hansı? Kent. Ha kent. Bize kent olan fark yok. Elim yağ oldu. Allah. Ben her yeri bak. Çok titizli. Elini bağladı bir şey değil. Kızım bunlar ayağıma çorap giyinəsən. Hemen her defa yanına durup gitmedik ama haklı olsun biraz. Şimdi 1 stakan süt dökün. Aha. Bu dediğimde yağlı da sütü de her şey bunlar boş kabul ettiriliyor. Ay böyle çırpılayıcı. Çırpa. Gözünü karıştırma baksa yapma. Çırpala çırp. Kadında destek yerine keyif olur. Sonra esir sifətdir. Çalkala çalkala. Sihirli çorba pişiriyor. Güzel. Tuz iyi olmadı. Aha. Şimdi Tak 1 Amma stakan. Məryəm piri. ben tökeceğim. Benim işim bir kokus sizi. Kızlar 1 stakan su. Stakan su bardağı bile 200 gram olur. 200. Evet. Havazda sütdən baxışam. Sadəcə qalanmayacaqsın. Kalacak yere geçiş olur. 1 stakan un. Ben. Oy. Sonra kızlar 3 xörək qaşığı kakao. Kakao. 3 xörək qaşığı təxminən 1 stakan. Bir paket qabartma, bir paket de vanil qatma oluyor. Qatdı. Onu sen bunu qatdı. Ama elle tökülməsin yaxşı çıxarlar. Tamam. Ora tök, qızım ora tök. Kızıktaki içine taşla bas. Çok güzel kokusu var. Elime kömürümü karıştıra. Bebeğim sen bu. Bundan sonraki kızlar etapta mikser işletmeyeceğim. Çünkü bakın iyice kabarıktır. Bebe. Mikserden esek hem yumurta sarılın o köpüğü yatacak. İstərsin qızım gözüm. Bakın kızlar bak bu qaydada edirsiniz ki. Bebeğim ben de. Bunu topkaya koyanda Bebeğim de de. Bebeğim. o çok gece olacak ve onu tüketimi katmalıysa ki yumruğun pıtı pıtı kalmaz. Çünkü mikserden çaldık, elimizden çaldık. Yaxşı söyle. Ama ben elini vurup böyle girdim çünkü öyle çok güzel olur. Elə bir qızlar, bizdə keks pişirək qədər 7-8 dəfə Məryəm tərəfdən barmaqlanır. Ben bir 10 defa üretemem içine. Bir de her şey maraklı. Ama heyif de bu kadar dediğim bazı püf noktalar var. Onları sadece gol cüzü var. Məryəmin gətirib önlüyü də var əslində. Xarab edir onu. Hello Kitty önlüyü Benim de var. var idi, senin de var idi. Bunu kızlar bir defaya tökmeyin, az az dökün. Bir hamur olmasın çünkü hep mikseriyle çıksın. Oy bu işe çok zor. Bu işe bilmiyorum. Bunu da nece pişirmeyi öğrendim. Restorandaydık, harcı oturmuştuk ha.
İslah ikram oldu nəsə orada. Hə, ikram elədilər bizə. Məryəm hər yerdə heç şey yeyən deyil. Ümumiyyətlə. Yəni onun özü standart dadları var da belə deyim. Orada Tasa baxmadan risk eləmir hər dəqiqə. Risk elədiyi için də davamlı yeməyə başlayır. Bunu baxdı, bir sevdi, bir sevdi. Dedim yox, bir dəfə baxır böyle bir dəfə tarif bilmirəm kimdə harda köklüydü deyəsən, hə, Türk səhifəsiydi. Oradan tarifi götürdüm elədim. Leyla qayıt ki, əsl islah kekdir. Çıxıb o, bu, Məryəm də sevir. Biz də kəlmə sadə keks, Məryəmə də bunu dedik. Hə, Məryəm? Kelim ıslak keks. Kəlim sadə. O vergiden karşıma elim vurdu diyeceğim. Tamam, bunu da karıştırdım. Sonra bizim resmini karıştır. Sonra karşımadım. Ben elim bakıp yiyeceğim. Taktı. Sonra bir şey. Bunlar diblerinde koy, bırak. Kaysam. Möküm mökümele. Söyle. Hani o çok ağırdı. Neyse sürpriz. Bu kokusu çok güzeldi. Siz bunu bir defa deneyin, kokusu da güzeldi. Yemeği de güzeldi. Ay çok güzel. Derin kokusu benim yemeği istedim. Aç. Bakın. Aç bir presel. Bakın. Yine isteyemeyin. Bakın kıvamı. Yine. Bir de birçok var diyecek. Ay parmağı sağlık sorma. Yani bakın keksi biz yiyeceğiz. Orada siz yemeyeceğiniz için. Ya qonaq üçün pişirilir. Qonaq üçün Məryəm üçün pişirilir. pişirilir zaten. Sırf Məryəm üçün pişirilir. Onun istediği hareketi burada buyur biləsin. Biz öz evladımızdan ilənirik. Sizdə necə? Ben eminim elə kommentlər 100% edəcək. O Məsələn, elə kəndi işləyib atdığı bir şeyi babası yeyir. Hə, ağzı çiğnəyib. Belə ağzında yeyir, çıxardır, qoyur, onu babası yeyir. Yiyəm. Yəni biz O qədər. Все понятно, bence her şey aydındır. Aşkım sen mi kabul tutumu? Çiğ yemeden buraya geldim. Hiçbir ziyan yok ki. Ben ispat bu kabul edeceğim, şişe kabul edeceğim. Ama sizin ürəyinizin evde ne kabulunuz varsa onu istifadə edebilirsiniz. Sadece bilin ki ettiğiniz kabul kalacak. Keksi çıkartıp koymayacaksınız kenara. Yani ben her edirəm. Var çok adam mesela keksi pişirir, koyur qırama üstüne tökür. Ama belə qabında qalıb o üstüne çəkdiyim sosu tökəndə o sosla birlikte qabın içinde qalır tam belə əmir içine çəkir içine yani yediğim sosu daha da doğru əsl keks alınır. Ben ıslak kek atılır. Bunlar. Yedim. Şu. Şimdi bunun içine yağ vuracağım. Ben getirin o zaman. Diye güzel. Meryem artık yoruldum. Kabımızı koyduk. İçine tereyağı olsun. O da ama telefon götürün. Ben yaptığım gibi. Kuşmasın. Ben elimi yiyeceğim kızlar. Şimdi bunu elden yakışıyor. Başka ben içine şişe kapıya yayabilmeyeceğim. Bütün kabağın duraklarına. Böyle. Bir şey yayarım. Ama kenarlarına da bunda Türk keks yapışmasın. Siz onun sosunu tökülür Gerçek yok. Ben ıslak. Diğer keksten biraz çektim. Abi keksler gibi değil ben. Sosladı var. Açalım diye canım istedim. Şey. Böyle pütür. Yağladık kabuk. Aynı bir şey yapıyor. Bir şey yapıyor. Hayır ben bunu yapıyorum. Şimdi ben nasıl yapayım? Ben içinde. Benim sorunum da. Bir de lazım. Bakın kızlar böyle bu. Ne burandı? Köpükler yaranır burada. Havasını çıkartmaktır bu. Yani dursan töf yayıldı. Havası çıksın. Şimdi bunu 150 derecede tofkaya koyacağım. Keksimiz pişecek. Pişenden sonraki burada sosu da geçeceğim. Ben sosu nece edilir kızlar? Pişene yakın. Hatta tofkadan çıkaracaksınız. Hatta bir 10 dakika 15 dakika kalmış. Keksin sosunu elemeliyim. Onu video bağladı. Artık bunu koyalım. Ben video bağlayayım. Keksimiz уже hazır. Demir olabilir 5 dakika götüreceğim. Ona göre sosunu hazırlayacağız. 4 kadar kaşığı kakao. Ben biraz az da kaşığım güzel. Çünkü porsiyam el az. Döktük. Bir stakan yarım değil de dökmeye ama ben bir stakan dökeceğim. Çünkü çok şey. Bir stakan yarım ama ben bir stakan dökeceğim. Döküyorsun. Kabla sana süt dök. Yağda süt dökeyim. Kərim şef gəldi. Bir stakanda tökülük duru yağ. Dökelim. 2 stakan da süt dökeceğim. Dökelim. Bir. Verin. Getir. Bu da 2. Bu da Leyla Hanım'ın sütü. Aferin oğlum. Bu bir şey. Aferin. Öpücük gönder. Kərim öpücük gönder. Peki. Sütümü bunu. Bakın. İyi de dur. Bunu da açtırar. Hala da arka planda Meryem'in savaşı biri.
Qırğın düşüb də qızlar. Bilməmişəm. Çıxada detoks etmiş. Ya, o çok iğrenir kızım. Təhlil qoxu olanda özünü sevmədim. Onun qoxusu olsa kanal Gör o gəlsin. detoks olanda niyə heç siz onun qoxuları olacaq? Ona görə ay Kərim. Əsil ıslak etdim. Şöyle, kızlar bunu elədik. İndi bunu aparaq qazın üstünə qoyuruq. Belə deyim. İlıq tam qaynamır da. Orta bir isidə əlinizi dayandırmadan qarıştıra isidirsiniz biraz. Keksə çıxardırsınız. İndi onu o tərəfdə çəkəcəm. Amma birinci partiya olacaq. İndi onu çəkəcəm, baxarsınız. Keks indi qoyduq qazın üstünə və belə qarışdırırıq. İçindəki şəkər əriyənə qədər qarışdırırıq. Amma qoymuruq qaynamağa da. Belə deyim. Nə çox isti, nə çox soyuq qalır. Yəni orta bir isiyə qədər ta ki içindəki şəkər əriyənə qədər qarışdırırıq. Karıştırır, keksimiz de hazırdı. Tofkanı söndürüp ama koydum ki içinde iste kalsın. Çünkü keksi qırağa koyup soyutmak olmaz. Keksi iste olmalıdır. Bu da orta bir iste olmalıdır. Bu bayaqki soslu kızlar. O bayaqki sostan qalan soslu. Bunu getirip koyduk üstüne. Ve bakın görürsünüz artık kaynamaya başladı. Birinci bir duru haldaydı. İndi bir katı bir hala gelecek. Sanki birinci halıyla keksimizi ıslak edir. İkinci halımızda da sanki bir çikolata döküyorsunuz. Üstü ərидib döküyorsunuz. Bakın artık kaynamaya başladı. Kaynamaya başladıysa biz bunu artık götürürük. İndi aparırıq bunu. Kıza çıxartdım tofkadan. Bakın ortadan bir belə xət kəsdim. Sonra da belə kəsirsiniz bütün. Sonra bir də buradan kəsək belə. Evet, keksin pişip pişmemeyim. Ya diş çöpü ya spişka çöpü olsun. Ortadan aşağıdan ve yukarıda salıp çıkarırsa. Eğer o diş çöpü ya diş saldığımız ya spişka olsun. Temiz çıksa demek içi pişipti. Pişipti bizim de keksimiz bile kestik şey. Sosumuz da buradadır. Bunların hamısı isti-istidir. Bu orta isi de olmalıdır. Ama keks isti olmalıdır kızlar. Yani qıraqda soydum eləməyin. Qıraqda Məryəmin səsi düşür. Kızlar tek əldən çəkilim deyə. Baxın bu qıraqların belə bıçaqla təmiz şeydən ayırın. Qabdan ayırın ki keksin sosunu tökəndə qızlar bütöv çəkə bilsin canına. Daha çalışın altına da görün yapışıb eləyibsə ayırın. Baba belə. Çünki onda sos bütöv əmək içinə çəkəcək keks. Baxın belə. Bütün. Elədik. İndi qızlar baxın. Aşağı qoyuq qırağa. Tepsiyle götürürük. Bismillah dökürük. Ta ki bak görürsünüz döken kimi şey çekti canlı. Bakın. Hop. Belirleyek. Tam çeksin. Oh. Bütöv kızlar bakın böyle teklik. Dedim ben bunu töküyorum bütöv her yeri elin ki ben tek böyle elimden çeke rahat eleyebilmirəm. Size gösterdim necə eləmək lazımdır. Daha arada bıçağı götürüp bu aralarıma belə eləyim ki arasına geçsin. Şimdi bunu elini ikinci parti başlayacağım eləmək lazımdır. Son halı belədir. Tam özünə çekti. Bakın bunu püri halına saldı. Şimdi dökülür. Şimdi dökülür bunun üstüne. Hoppa. Hoppa. Sadece şokolat eridip dökülür üstüne. Meryem yani hətta ağlayır. Bakın. Şimdi tam hazırlayıp çəkirəm. Son halı kızlar. Hazır ettik. İndi xaladenika göstərəcəyim. Xaladenika koyacağım. Bir 2-3 saat xaladenikdə qalsın ki keks tam o sosu içine çəksin. Sonra bunu olacaq yiyib tadına baxıb sizə deyər necə alınıb. Hərişimin ıslak keki hazırdır. Dadına baxıb puanlayacağım şimdi. Mesela 10 üzerinden 10. Çok şey bilmem. Allah çok Ne demiyorum esir ıslak kek. Bacım da demirəm qızlar. Restoranların çoxunda belə ıslak kek hazırlaya bilmirlər valla. Çox adam ya çox quru eləyir ya da çox sulu eləyir. Bu kıvamındadır baxın. Əllər bizi sağlıqda xanım. Əmr edirsiniz də, bacarırsınız da. Yıxıl evin dirəyi. Qız yoxdur, qız deyil, qızıldır. Sonra kız nəmlər, qızı açdım. Neyse çok araştırmayayım. Kıza ait. Kıza ait bütün ne kadar misallar olmayan bacım. Bir de kızlar burada bir iki profil var. Burada bir iki profil var. Bakıram yazır ki artık 2-3 vlogda yazır ki Lola xanım yoldaşın niye vloglarda görünmür? Bacım benim yoldaşımı ne edirsiniz? Size keks pişirmişim. Niye edirsiniz onu? Yok ciddi mənada soruşuram. Bu kanal benim kanalımdır da. Buna bakayım. Bizdə cütlük səhifəsi deyil. Ailəmin vlog səhifəsi deyil. Yoldaşımı çəkmirəm. Demək çəkmək istəmirəm. Qurban olum, mənə düşmür. Mən yoldaşımı çəkeyim, paylaşım. Bir dənə status qoyum, dalaşırıq. Mənə düşmür. Ona görə də çəkmirəm. Baca deyir yoldaşımı nə edirsən? Mənə baxırsan. Mən yoldaşımı tanıyıram. Onu bilirəm ki, yazan tanıyan adamdır da. Sözün çaşqı gəlib bizim profillərimizə izləyirsə düşürür bura. Lap oğlum deyilsən, lap yatsan elə. Mənim yoldaşımı nə edirsən?
Mən şəxsən heç kim yoldaşım maraqlı deyil. Allah neyinsə sən mənim yoldaşımı çəkdiyim, çəkmədim. Yəni ona sual. Denən Lola xanım falan vloqu niyə çəkməliyim? Məsələn deyirəm. Bu gün vloqunda Pərvin yoxdur. Məsələn bu gün vloqunda uşaq yoxdur. O zaman mən açılandan heç Yaqubun yılsın bura çəkmişəm. Bu vloq ancaq mənim. Yaqubun biraz səsi düşübdü orada. Все. Maksimum. Qutardı getdi. Ona görə xahiş O edirəm. qədər biz Düdüqası başlayıq. Ora qaçırıq, bura qaçırıq. İnanın ki, Siz görürsünüz mən ailəmi də çəkmirəm. O demək deyil ki. ailədən başqa özümüzün içi bir nömrə çəkirik. Hər birimiz vlog çəkə bilirik. Yox, ümumiyyətlə ailəmi də çəkmirəm. Çəkməyə, yəni bəzən valla göz önündə olan hər şey darmadağın olur İraq məndən. Baxın, altı belə baxın. Yəni çox tökdüm də mən sosu bol çıxdım. Amma Çəkdi canlı. baxın necə çəkib canlı. Hələ xaladiyyətdə belə saxlamaq olar. Bacı bir qırtıqdı qızlar. Məndə bu var ha. Bu nə qədər arıqlasam da getmir çünki şişdir. Çıxsın məni istəməyən. O xasımdan. Şişdir bu getmir. Amma belə üzüm əvvəlki vloglara baxın Allah bilir. Buralarına bax. Çəkimi falan paylaşmıram. Qəşəng Pərişinə yay kombinləri sifarişlər eləmişik. İndi onlar gəlsin o kombinləri çəkib sizə paylaşanda Belə kargo şey paylaşarıq qızlar. görəcəksiniz ki bacımız necə arıqlayır. Səni Amma iştahı çoxsa qızlar. Amma mən profilimi ver oradan. Seyrətdə karobkada baxmırdı. Uşaqların əlindən qızlar onu gizlədirəm. Çünki mənim elə bir adi koferi götürüb içmək istəyir. Bir də mama sirkə aldım özümə təzəlikcə dedim birdən qutarar. Hə, oradadır. Ağzı açılmamışdı. Hə onu aysa təzə olarmı? Qızlar, bax. Bir dənə bir söz deyim sizə. İştahınız varsa, əgər iştahınız saxlaya bilmirsinizsə, məsələn, Pərvinlə biz yemək yeməyi sevirik, açığı deyirəm. İnsülin dirənci olanlar müalicə almalarına zaten dayana bilmir acılı. Əgər iştahınız varsa, yemək belə deyim, yemək yeməyi sevirsinizsə bizim kimi biz zövq alırıq yemək yeməkdən. Ona görə də kökəlirik bacım. Yəni durduğu yerdə heç kim kökəlmir. Alırsınız bu kofilərdən, bax, üstünü göstərəm, səhifəni də burada yerləşdirərəm. Alırsınız bu kofilərdən, mən bir kutusunu qutarmışam. Təmiz qutardım bir kutusunu. Pərvin Hə, açdım. Pərvin də hardasa tam bir kutu yox, 20 dəfə falan çıxıb məsələdə Pərvində. Niyə? Çünki Pərvində çəki çox deyildi. Mən amma bir kutusunu qutarmışam. Tam qutarmışam. Bu artıq ikinci kutumdur. Baxın belə bir şeydir qızlar. Səhər yuxudan duranda, Instagram izləyicilərim bilir tez-tez çəkirəm. Səhər yuxudan duranda açırsınız, tökürsünüz qaynar suya. Adi kofe necədir? Nescafe necədir? Bax, eyni ilə Türk kofesi necədir? Onun dadı verir. İçirsiniz, 1 saat yemək yemişsiniz. 1 saatdan sonra yemək istəsəz yeyirsiniz, amma istəsəz də yeyə bilmirsiniz də. Çalışın da bu devirdə özünüzə dəstək verin də. Yəni, məsələn, İştahınız olmasa da qabağınıza bu boyda saskanı, kalbasanı qoyub oturmuyor. Məsələn, protein yumurtadadır. Yumurta yiyin səhərlər, pomidor yumurta yiyin, yoxdam içində yumurta olsun. İnanın ki, arıqlayacaqsınız. %100 bir də bu çox qəşəng iştahı o qədər bağlayır ki, yəni sizin belə deyim də ödəminiz falan hər bir şey gelir. Bir də qızlar bunu göstərim sizə. Bunun biri artıq məndə buralarda bir yerlərdə deyə ikincisini sifariş eləmişəm ki, stokumda olsun birdən bitər. Bu nədir? Bu sirkədir. Bunu mən bir türk influencerdə görüb elə bəyənib sifariş etdim. Pərişlə axşamları saat belə deyim də 8-də falan çalışırıq ki, ağır yemək yeməyək. Bu nə edir? Bu bədənimizdə bütün ödəm yoxdur. O ödəmin hamısını çəkir atır da. Yəni bədəninizdə ödəm deyilən bir şey qalmır. Əgər çəkimiz yüksəkdirsə, 80-dən yuxarıdırsa, məndə məsələn 80-dən yuxarı idi çəkim. Çəkimiz yüksəkdirsə, 80-dən yuxarıdırsa əgər bu koferin yanında mütləq bunu da alın. Heç Pərvinin çəkisi yüksək deyil. İnanın ki, bunu salatlarına tökür yeyir. Salatın başqa bunun böyük bakalda suya qarışdırıb içmək də olur. Çox qəşəng. Ona görə Pərvin nə kökəlmir, bacı necə çəki atıb belə də qalıb. Nə kökəlmir, nə ödəm almır, nə yediyi bədənində qalmır. Hamısı xaric olur. Gözədə mən gündəz nələr yeyirəm, səndən çox yeyirəm. Yeyir, Pərvin yeyir. Yəni Pərvin gözləmir artıq Pərvini. Amma mən hələ ki döndüm, mən belə atlası çox çəkim var da qızların o boyda problemlərim də var. İstəmir ki, çıxın odan baxın da bir başladım. Uzaq olsun, insülin olsun, maşallah nə qədər problem çəkir hamısını. Sən heç səni bilirəm. Mən kofemin içində 5 dənəsini içmişəm. Elə. 5 dənə var. Sən bir 5 dənəsindən mən verərsən. Ay verim dostlar vermişdim mən. 5 dənəsini için mən düşə bilirəm 58-də. 100% düşəcəksiniz. Çox Yeni qədər 61 belə 60. Qədər insülin zor probleminiz yoxsa Allah tez düşəcəksiniz ha, onu da deyim. Yəni sürətli bir şəkildə çək atacaqsınız. Bunu deyirdim. Bunu axşamları salat düzəldim. Fərq yoxdur. Ürəyinizə cüsür otur düzəldim. Bir yemək qaşığı tökün salatınıza yeyin. Bədəninizdə pi damcı da olsun, ödəm qalmayacaq. Səhərə qədər pi parçalayacaq. Səhərə qurban olum. Səhərə qədər pi parçalayacaq. Belə qəşəng bilədimdə bağırsaqları da işə salır bu. Bir də bunu necə istifadə edirik? Biz mən hər gün elə istifadə etmirəm. Düzdür, sirkə dadı vermir. Qətiyyən elə bilin ki, ananasın şirəsini içirsiniz. Bax elə bir dadı, yəni sirkə dadı ilə heç bir əlaqəsi yoxdur. Qətiyyən sirkə dadı vermir qızlar. Amma yenə də deyirəm ki, tərkibində sirkə var bunun. Da az da olsa tərkibində sirkə var. Ona görə də mədəmə görə tez-tez elə bilirəm. 2 gündən bir, 3 gündən bir həmin influencer elə istifadə edirdi. Böyük bir bakala, 2 su bakalına, bir yemək qaşığı tökürsüz, amma böyük bakal olsun. Nə də balaca yox, bu boyda bir bakala. Qəşəng bir yemək qaşığı tökürsüz, suyla içirsiniz, gedir. Gün boyu bədəninizi eləyir, tərtəmiz. O qədər bəyənmişəm. Ayaq yoluna çox gedərsiniz. Ayaq yoluna çox gedəcəksiniz, amma həqiqətən də yəni hər zərrəsinə dəyəcək. Mən birini az qalıb buralarda bir yerlərdə də bitirirəm. Artıq bunu alıb stoklamışam ki, birdən bitər. Yəni qızlar, bu iki məhsul, bir də bu bilirsiniz hansı məhsuldur. Tacir bu kofe ilə kökəlib, bunun kökəltməsi də var. Məsələn üçün, kimsə əgər arıqlıqdan əziyyət çəkirsə, arıqdırsa kökəlmək istəyirsə, o da var. Keçmək istəyirsə, get. Arıqlamasını almışam, arıqlamaq üçün kökəltməsi də var. Arıq insanlar da alıb kökəltməsini içə bilər. Çox qəşəng kökəldir. Tacirin yəqin ki, əvvəlki
halını görmüsünüz, çəkisini falan görmüsünüz. Əvvəl necə idi? İndiki çəkisi də göz önündəki, yəni indiki çəkisi möhtəşəmdir, idealdır. Böyük bir dəyişimdir və xanımın səhifəsinə girib baxın. Sevim xanımdır, çox yaxşı xanımdır. O qədər insanlar ürəkdən mehriban danışır ki, hər şeyi izah edəcək. Səhifəyə girib baxsaz görəcəksiniz ki, nə qədər bu kökələnlərdir, arıqlayanlardır, göz görüləcək dərəcədə fərqləri var. Yəni ürək rahatlığı ilə vallahi alıb sifariş edə bilərsiniz. Belə məhsulların orijinal olmayanları insanda hər cür xəstəliyi yaradır, problemləri yaradır, amma bu qətiyyən elə deyil. Çünki şirkətin rəsmi öz Azərbaycanda olan deposudur. Rahat şəkildə ürək rahatlığı ilə sifariş edə bilərsiniz. Depoda da mallar tez-tez bitir. Kərim orada kimdən danışır bilmirəm. Depoda da mallar tez-tez bitir. Qızlar ona görə çalışın ki, bitməmiş əldə edin. Belə. Nəysə qızlar, gəldik vlogumuzun sonuna. Bu vlogumuz biraz belə qısa olmuş ola bilər. Növbəti vlogumuz inşallah uzun olar. Bir dənə bu makyaj masamın videosunu tam editləyib sizə təhvil versəydim, mənim də canım qutarardı, sizin də canınız qutarardı məndən. Videolarımızda aktiv olun, bol-bol rəy yazın. Nəyi görmək istəyirsiniz, nəyi görmək istəmirsiniz, hansı vlogları görmək istəyirsiniz, nə cür çəkilişlər etmək istədiyinizi hər birini rəydə yazın. Baxanda bir dənə like çox vaxt aparmır. Bir dənə like qoyun, qayd edin videolarımızı. Biz də həvəslənək, dəstəyimizi görək, həvəslənək, daha da qəşəng videolar çəkək sizlər üçün. Vlogumuzu burada sonlandırıram. Qızlar, gecəniz xeyrə qalsın. Sizləri hələlik.